Qidanın təmiz hazırlanmamasına görə böyük faciə baş verə bilər. Bu səbəbdən bir ailə və məclislərdə iştirak edən bütün qonaqlar həyatını itirə bilər. İkisahil xəbər verir ki, bunu açıqlamada professor Adil Qeybulla qida zəhərlənmələrinin çoxalmasının səbəblərini izah edərkən deyib. Professor iaşə obyektlərinin sahiblərini bu məsələdə ehtiyatlı olmağı səsləyib. Təəssüflər olsun ki, bugün işbazlar sanitar gigiyenik göstəricilərə uyğun olmayan, vaxtı keçən müxtəlif yollarla emal olunan ətlərdən istifadə edirlər. Ona görə də zəhərlənmə halları çoxalır. Əslində dönər bişmə prosesinə məruz qaldığı üçün onun dadını dəyişmək üçün bəzi hallarda bu ətə müxtəlif qatqılar vurulur. Dönər bişərkən ətrafa iyi verir. Əslində aldadıcı xarakter daşıyır. Adil Qeybulla qeyd edib ki, reallıqda bu cür proseslər var. Bundan heç kəsin şübhəsi olmasın. Ona görə də dönərdən zəhərlənmə halları baş verir. Bağırsaq çöplərinin olduğu infeksiyalar ən çox dönər yeyərkən olur. Amma bunların əksəriyyəti araşdırılmır. Bəzən xəstə uzun müddət müalicədə qalır. Hesab edirəm ki, qida təhlükəsizliyi məsələsi milli təhlükəsizlik konsepsiyasının bir tərkib hissəsidir. Qida istehsal edən hər bir şirkət, biznesmen, hər bir şəxs bilməlidir ki, təhlükəsizlik parametrlərinə əməl etmək lazımdır.